Təəssüf ki, fahişəliklə psixologiya arasında əslində sırf psixologiya elmi arasında heç bir əlaqə yoxdur. Sadəcə olaraq bəzi fahişələr fikirləşirlər ki, onlar özlərini psixoloq kimi təqdim edə bilərlər. Niyə görə? Ona görə ki, dediyim kimi, hələ bu sahədə dövlət tərəfindən ciddi nəzarət işlək formada deyil. Söz yox, elə də fahişələr var ki, özlərini məsələn başqa sahənin mütəxəssisi kimi təqdim edənlər də var. İndi görmürsüz, Səhiyyə Nazirliyi yazıq düşüb qapı-qapı klinikalardan o qovurlar, ovluyurlar belə dələduzları. Yavaş-yavaş onların da fəaliyyəti getdikcə daralır. Bilirsiniz, hər hansı bir qanunun qəbulu bir zaman aparır və o qəbul olunmuş qanunun işləməsi daha böyük zaman aparır. Ona görə hər şey tədricən öz yerinə düşəcəkdir. Çünki bununla bağlı Səhiyyə Nazirliyi, təbib, Dövlət Təhlükəsizlik Xidmətinin məhz bu sektoruna aid olan şöbələri var, məşğul olurlar. Amma konkret olaraq sualın yenə də məğzinə qayıtsaq, bəli, təəssüf ki, fahişələr sosial şəbəkələrdə özlərini psixoloq kimi təqdim eləyir də, nəticədə bizim mütəxəssislərimizin işinə kölgə düşür. Təsəvvür eləyin, siz Google-da psixoloq yazanda həmin özünü psixoloq kimi təqdim edən ən qədim sənətin sahibəsini görəndə heç bir normal düşüncəsi olan, qeyrəti olan, ağlı ən azı olan adam onun yanına nə özü getməz, nə yoldaşını qoymaz getməyə.